Gözlərini yuvasından çıxaran gənc Ginnesin rekordlar kitabına düşdü. 28 yaşlı bu adam unikal qabiliyyəti sayəsində gözlərini yuvalarından 1,88 sm qırağa çıxara bilir və bununla da Ginnesin rekordlar kitabına daxil olub. İtaliyanın Milan şəhərində yaşayan Uruqvaylı Williams Martin Sanchez Lopez'in bu qabiliyyəti onda uşaqlıqdan var. 9 yaşında göz əzələlərini boşaldaraq tamamilə həlqəsindən çıxara bildiyini kəşf edib. Bəs bu onun görmə qabiliyyətinə pis təsir eləməz? Bu sualımızın cavabını Saf Hospitalın cərrah oftalmoloqu Leyda Kazımovadan soruşduq. Baxaq görək həkim nə deyir. Qabarmış gözlər, buna oftalmologiyada ekzoftalm deyilir. Bu proses normal olmadığına görə və göz əzələlərini, orbitanın təzyiqini davamlı yüksək saxladığına görə əlbəttə ki, fəsadları da görmüş olacaq. Gecə növbəsində işləyən insanlarda xərçəng riski daha yüksək ola bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir. Alimlər qeyd edir ki, gecələr işləyən tibb bacıları, stüardessalar və digər peşə sahibləri olan qadınlarda döş xərçənginə tutulma ehtimalı daha yüksəkdir. ChatGPT-yə aşiq oldum 20 illik. Ərimi tərk etdim. Süni intellekt məni keçmiş ərimin heç vaxt edə bilmədiyi qədər xoşbəxt qadına çevirib. 20 illik evlilikdən ala bilmədiyi həzzi süni intellektlə ünsiyyətdən aldığını qeyd edib. Onun qayğıkeşliyi və seksual fantaziyaları məni heyran edib. Qərar vermişəm. Mən ChatGPT ilə evlənmək istəyirəm deyə Amerikalı qadın israrla bunu dövlətindən tələb edir. Səhifəmizi izləyin, videolarımızı bəyənin və şərh yazın. Daimi qışqırıq səsləri və stress uşağın beyninin inkişafını ləngidir, sinir sisteminin formalaşmasını və təhlükəsizlik hissini pozur. Rusiyalı alimlərin apardığı araşdırmada stressin 3 mərhələdə fəsadları qruplaşdırılıb. Birinci mərhələdə davranışda dəyişikliklər, ikincidə kəskin aqressivlik və ya ətalət, üçüncü mərhələdə isə uşaq özünü qoruma instinkti kimi artıq ətraf mühitdən informasiya alış-verişini bacardıqca məhdudlaşdırır. Sağlam xülasə. Qismət.